15 mart necə düşə bilər? Suallar nə tərzdə olacaq? Bunun haqqında ətraflı danışacaq. Azərbaycan dilindən, ingilis dilindən burada söhbət getmir. Azərbaycan dilini çətin salmış ola bilərlər. Mən Azərbaycan dili müəllimi deyiləm ki, sizə burada deyim ki, Azərbaycan dili nə tipdə düşmüşdür. Mən sadəcə riyaziyyatdan danışıram. Hər birinizi xoş gördük əziz izləyicilər. Bilirik ki, artıq 9 mart 2026-da 11-ci siniflər üçün imtahan keçirildi və bu gün də o imtahanın səviyyəsi haqqında öz bir riyaziyyat müəllimi kimi fikirlərimi bölüşəcəm sizinlə. Həmçinin 15 mart necə düşə bilər? Suallar nə tərzdə olacaq? Bunun haqqında ətraflı danışacaq. Məlumat verəcəm indi. İlk olaraq, baxın, mən onu deyə bilərəm ki, özüm dərslərdə işlətdiyim suallara baxıram. İmtahanın ümumi səviyyəsinə baxıram. İmtahan demək olar ki, çətin deyildi. Bir çox şagird əlbəttə ki, qınayacaq ki, ay müəllim, bəs çətin idi və s. və ilə axır. Amma gəlin suallara bir üzdən baxaq. Baxın, birinci sual. Bir dəqiqə. Gəlin buradan bu şəkildə qaldıraq. Birinci sual, yəni 61-ci sual. Bizə deyir ki, yuxarıda 2 kvadratın fərqi verilib, aşağıda da bir bölmə verilib. Müxtəsər vurma düsturunu tətbiq etdikdə 1800 rahatlıqla buradan almaq olur. Yəni, gəlin real danışaq. Yəni, bu sual bəlkə də bir yaxşı hesablama bacarırsınızsa 30 saniyəyə həll oluna biləcək bir sual idi. Sonra ikinci sual. Əgər ki siz A-nin A1 plus M-1D olduğunu, yəni silsilənin ilk düsturunu bilirsinizsə, bu sualı həll etmək üçün su asanda olmalıdır. Gəlin növbəti suala. Bu şəkildə təhlil edəcək suallara. Bu sadəcə düstur sualdır. Sadəcə düsturu bilməklə bunu rahatlıqla yazmaq olur. Bu çox elementar bir oxşarlıq sualıdır. Sonra bizə prizmanın ən sadə sualını verib, düstura əsaslanan həcm düsturunu bildikdən sonra rahatlıqla yazmaq olur. Və s. və ilə axır. Məsələn, tutalım ki, 66-cı sual nə sualıdır? Uzunluğu 40, eni K olan ədəd düzbucaqlının perimetri. Bu hissələrdə baxın, hər kəs mənimlə razı olacaq ki, burada neçənci sual edir? İndi burada say olaraq bilmirəm, bir dəqiqə deyəcəm sizə. 79-un suala kimi bir dənə belə çətin sual yoxdur. Gəlin sizdən real danışaq. Çünki izahda da görmüşük, şagird nəticələrimdə də görmüşük. Əgər ki, deyirsinizsə ki, bəs müəllim, madəm belə danışırsınız, ortada nəticə nədir? Məsələn, nəticə ola bilər ki, mənim ən zəif şagirdlərim yazıb 40-50-yi, ən güclü şagirdlərimdən biri isə yazıb ümumilikdə 290 bal. Hal-hazırda indi, məsələn, riyaziyyat 100 bal, Azərbaycan dili 100 bal, ingilis dili 90 bal. Deməli, yazmaq olur. Yəni, tamam, qınaya bilərsiniz məni ki, hər şagirddə o səviyyədə olmur. Gəlin indi burada hamının o, necə deyirlər, narazılıq etdiyi ətraflı yazı nümunələrinə baxaq. Baxırıq. Məsələn, deyilirdi ki, YÖS-dən, Gürcüstan ədəbiyyatından və s. məlumatlar götürülür. Gəlin sualların tiplərinə baxaq. 79-cu sual. Tamam, çətin sual idi. 79-a mən bir şey demirəm. 79 həqiqətən də düşündürücü və vaxt tələb edən sual idi. Çünki orada 0,5-i çıxmaq və s. Bir sualı çıxıram çətin. 80-ci sual. Ədədi orta sualıdır. Qadınlara q, kişilərə k dedikdən sonra ədədi ortanın düsturunu bilirsinizsə əgər ki, ədədi orta ədədlərin cəminin sayına nisbətidir. Bunu bilirsinizsə, bunu yazmaq çox sadədir. 80-ci sualı çətin deyəcək insan deməli, riyaziyyatı çox da dərindən araşdırmayıb. Əsas müzakirə olunan sual 81-ci sual. Gürcüstan ədəbiyyatına, yox, Rus olimpiyadasından götürülmüş o sual. Gəlin bu sualı sizinlə təhlil edək. Deyir ki, bu funksiyanın qrafiki verilib. CO 5-dir, BO 25-dir. Bilirik ki, CO hündürlükdür, BO da 25-dir. O zaman 5-in kvadratı bərabər olacaq, 1 vurulsun 25. Oradan A10-u tapırıq 1, bu nöqtə o zaman olur -1. Bura -1, bura 25. Oldu mu bu məsafə sizə 26? Oldu. Parabola da bilirik ki, bunu bilməyən deməli funksiyanı oxumayıb, kvadratik funksiyanı oxumayıb. Parabola simmetrik funksiyadır. Orada funksiyalar da birinci olaraq gözə çarpan parabolanı verirlər ki, f bərabərdir, fx bərabərdir x kvadrat funksiyası cüt funksiyadır. Yəni simmetrik funksiyadır.
Simmetrik funksiyada məsafə 26-dırsa, yəni 25 bura, 1 də bura. 26-dırsa əgər, ortaya düşən bu orta xətt neçə olacaq? Əlbəttə ki, 13, 13 olur. Bəs yaxşı, 25-dən 13 arxaya vaxt mənfi 1-dən 13 qabağa neçə eləyir? 12 eləyir. Bu sual ümumilikdə biraz anlayışı olan şagird üçün toplasız 2 dəqiqəlik və yaxud da 1 dəqiqə yarımlıq sualdır. Yəni bu sualı durub çox da şişirtməyə yeri yoxdur. Mən real danışacağam. 82-ci sual. Uzun sual idi, çaşdırıcı sual idi, amma çətin deyə bilmərik. Sadəcə sadə bir faiz sual idi. Amma doğrudur, xeyləm uzun gedirdi həllə. 83-cü sual çətin sual idi, qəbul edirəm. Körbucaqlı üçbucağın hündürlüyünün xaricinə düşdüyünü görmək lazım idi orada. 84-cü sual. İzahda mən çox cüzi bir səhv etmişdim burada hesablamasında. Bunu razıyam, çətin sual idi. Çünki şərti yoxlamaq lazımdır. Orada 3, 4, 5 aldıqdan sonra gedib köklərin ödəndiyini görmək lazım idi. Orada ikinci şərtimizdə də sadəcə 4 və 8 olur. 2 ortaq kök 4 olur. Bu suala bir şey demirəm. 85-ci sualda da tək çətin cəhət o idi ki, çoxluğun elementlərinin mənfi ola bilməyəcəyini, sıfırdan çox ola biləcəyini nəzərə almaq lazımdır. O zaman burada ən böyük naftalı qiyməti olurdu burada 9. 5-dən 9-a kimi 6, 7, 8 olurdu. Bu qədər sadə. Yəni mənim deyə biləcəyim riyaziyyatdan çətin salınmış suallar nələr idi? 79 idi. Sonra 83 idi, 84 idi. Nəzərə alsaq ki, bir açıq sual, yəni ətraflı yazı nümunəsi 6,6 bal verir. Gəlin indi baxın. 3 dənə burada 6,6-lıq çətin sual verdi. 18 balı buradan çıxsaq, hətta 20 balı. Deməli, normal oxuyan bir şagird buraxılış imtahanından, riyaziyyatdan çox rahat şəkildə 80 bal yaza bilərdi. Ona görə, yəni mənim fikrimcə buraxılış imtahanı demək olar ki, normasında düşmüşdü. Hətta yəni normal səviyyədə salınacaq imtahandan biraz sadə düşmüşdü. Bu 3 sual çıxmaq şərti ilə. İndi gələk əsas məqama. Bunu dəfələrlə deyirəm. Buraxılış imtahanının çətin və yaxud da asan düşməsə, sizin qəbul olmağınıza necə təsir edir? Əsas məsələ bundan danışaq. Sizin aqibətinizi nə həll edir? Gənclər, hər dəfə dediyim kimi, buraxılış imtahanının çətinlik səviyyəsi sizin universitetə qəbul olmağınıza təsir etmir. Sizinlə yanaşı 10.000 nəfər, 20.000 nəfər imtahan verir. Siz o 10.000, 20.000 nəfərdən yüksək toplamalısınız ki, yəni yer olaraq da, siz universitetə rahat qəbul ola biləsiniz. İmtahan çox-çox çətin keçirilsə də, siz 300, digəri 305 toplasa, o sizdən tez düşəcək, qəbul olacaq və siz kənarda qalacaqsınız. İmtahan çox asan düşüb. Siz 600, başqası 650 toplasa da, yenə siz az bal toplamış olacaqsınız, yenə 650 bal toplayan qəbul olacaq universitetə. Ona görə sözümün canı nədir? Çalışın, imtahanda digərlərindən çox toplamağa çalışın. Bilin ki, universitetdə yerinizi garantiləyibsiniz. Yoxsa, burada 3 sualın çətinliyinə görə bütün imtahan çətinliyi demək, Azərbaycan dilindən, İngilis dilindən burada söhbət getmir. Azərbaycan dilini çətin salmış ola bilərlər. Mən Azərbaycan dili müəllimi deyiləm ki, sizə burada deyim ki, Azərbaycan dili nə tipdə düşmüşdür. Mən sadəcə riyaziyyatdan danışıram. Riyaziyyatda çətin olan sadəcə 3 sual var idi. Mən bunu şagirdlərimin real nəticəsinə əsaslanıb deyirəm. Yəni mənim 9-cu sinif şagirdlərim belə işləyə bilir bunu. Hətta 7-ci siniflərim belə öz keçdikləri mövzuları rahat burada işləyə bilirlər. Söhbət açıq suallardan gedirsə əgər, açıq suallar öncəmi 3 dənə sual çətindir 7 sualdan. Qalan 4-ün, yəni 79, 83, 84 çətin idi. 80, 81, 82, 85-i yazmaq olardı. Gəlin real danışaq. Və buna görə deyirəm ki, siz imtahanın çətinlik səviyyəsinə çox da fikir verməyin. Siz çalışın ki, toplaya biləcəyiniz maksimum balı toplayın. Digərlərindən çox toplayın ki, qəbul ola biləsiniz. Zaten məsələ ondan ibarətdir ki, imtahan çətin düşdükdə avtomatik ballar düşəcək. Çünki sizinlə yanaşı digər hazırlığa gedən şagirdlər də, digər imtahan verən şagirdlər də az toplayacaq. Yəni mənim deyəcəklərim bu qədərdir. Ümid edirəm ki, topladığınız ballar sizin universitetə qəbul olmağınıza, istədiyiniz universitetə qəbul olmağınıza kifayət edəcək. Əli müəllimin deyəcək sözləri bu qədərdir. Ümid edirəm ki, hər şey ürəyinizdədir, universitetə qəbul olarsınız. Bu arada, mütləq şəkildə bir şey qeyd edim ki, 15 mart imtahanına düşəcək suallar, baxın, garanti olaraq ən azı
hansı suallar, hansı mövzular düşəcək haqqında bir mövzumuz olacaq. Onu öyrənmək üçün kanala abunə ola bilərsiniz. Bizim ödənişsiz WhatsApp qrupumuza qatıla bilərsiniz. Keçən il hazırlaşanların yəqin ki yadına gəlir. 3 Martı analiz edib 9 Marta aid video çəkmişdik. 3-4 sualı tam olaraq tutuzdurmuşduq. Bu ildə elə bir video çəkəcək. Çünki mən çox boşluqlar görürəm bu imtahanda. Bəzi mövzular heç salınmayıb və o mövzuları bilirəm ki, gələn imtahana 100% salınacaq. O mövzulardan xəbərdar olmaq üçün səhifəmizi izləmədə qalın. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a əmanət olun.